Bismillahirrahmanirrahim. Salam, hər vaxtınız xeyir və bərəkət dolu olsun İslami Dərlər verilişinin izləyiciləri. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: Ailəyə xidmət etmək böyük günahların kəffarəsidir və Allahın qəzəbini söndürər. Mənbə Cəmiül Əxbar səhifə 276. Bəli, yeni bir mövzu, yeni bir hədislə gəldik görüşünüzə. Mövzumuz ailə haqqında olacaq, ailədə olan problemlər haqqında olacaq. Ona görə də mövzumuzu müzakirə etmək üçün studiyamızın bugünkü gündə qonağı, yazıcı, ilahiyyatçı, ailə danışmanı olan Pərvin Nəsirsoyu dəvət etmişik. Xoş gəldiniz Pərvin xanım. Xoş gördük Salih xanım. Çox şadam bir daha verilişə dəvət etdiyiniz üçün. Biz də sizi bu studiyada yenidən gördüyümüz üçün çox şad olduq. Pərvin xanım, mövzuya girməmişdən öncə, mövzu haqqında məlumatları verməmişdən öncə istərdik ki, ailədə müəyyən problemlər olur. Problemlərin həllində bəzən böyük bir xətalara da yol veririk. Bax, ailədə problemləri həll edərkən xətalara yol verməmək üçün nə etmək lazımdır? Nə etməliyik? Buyurun. Salih xanım, ilk növbədə problemlər nədir? Ona toxunmaq istəyərəm ki, nədir, nədən qaynaqlanır? Problem adətən bizim realdakı vəziyyətimizlə, beynimizdə, şuurumuzda qurduğumuz vəziyyət arasında bir uyğunsuzluq halından yaranır. Yəni, mən gerçəkdə tamamilə başqa biri olaraq özümü düşünürəm, xəyal edirəm və ya öz həyatımı, öz işimi, başqa biri və həyat yoldaşımı, xüsusən ailədə yarandı. Mən həyat yoldaşımı beynimdə, xəyalımda tamamilə başqa cür təsəvvür edirəm, amma realda bu deyil, o tamamilə başqa biridir. Və problemlər buradan yaranmağa başlayır ki, mən beynimdəki o şəxsi bu şəxsə uyğunlaşdıra bilmirəm. Və ondan beynimdəki bir xəyalımdakı olan obrazı tələb edirəm. Və buradan problem yaranmağa başlayır. O da təbii olaraq deyir ki, mən sənin o təsəvvür edən, sənin istədiyin xəyalındakı bir adam deyiləm. Və məni dəyişdirməyə çalışma, mən buyam. Və məsələ burada ən yaxşı halda necə minimum həll etmə şərti nədir? Olduğu kimi qəbul etmək, həqiqətləri, reallığı ilkin etap və ən təsirli etap odur ki, həqiqəti, reallığı olduğu kimi qəbul eləmək. Mən beynimdə qurduğum, xəyalımda qurduğum, istədiyim, arzuladığım, amma gerçəkləşdirə bilmədiyim bir şeylər üçün real həyatımı zəhər eləməyim, nə özümə, nə ona. Onun üçün də ilk növbədə qəbullanmaq ən böyük yoldur ki, mənim gerçək həyatım budur. Mən məsələn çox rahat, gözəl, şəraitli bir evdə deyiləm. Məsələn, mənim evim şəraiti məsələn 10 nəfərdən pis olsa da 3 nəfərdən yaxşıdır. Bu gerçəklikləri, reallıqları, həyat yoldaşım məsələn çox romantik biri deyil, gündə mənə güllər, hədiyyələr almır. Amma məni məsələn qoruyur, sahib çıxır, müəyyən məsələləri, müsbət cəhətləri ki var, onlara fokuslanmaq və onu, həyat yoldaşını, gerçək, real kimliyini qəbul eləmək. Bu artıq belədir. Mən bundan daha artıqını gözləyə bilmərəm. İnsanın ən böyük düşməni gözləntiləridir. Gözləntiləri yüksəldikcə, reallıqla uyğunlaşmadıqca və problemlər ortaya çıxır. Və bu problemləri həll edərkən hansı xətalara yol veririk? Xüsusən birinci növbədə deyərdim ki, bəzi adamlar var ki, problemləri həddindən artıq şişirdir. Qarışqadan fil düzəltmə məsələsi kimi. Yəni, ortada bir məsələ var, onu daima şişirdir, gedir, gəlir, onu gündəmə gətirir, gedir, gəlir, onu danışır və arada böyük mübahisələrə gətirib çıxardır, uçurumlara gətirib çıxardır və soyuyur münasibətlər. Amma bu problem yəni o qədər də şişiriləsi, böyüdüləsi bir məsələ deyil bəzən. Bəzənsə tam əksi olur Salih xanım. Böyük məsələləri insanlar göz ardı etməyə çalışırlar, göz yummağa çalışırlar, şişirtmirlər. Tək mübahisə çıxmasın, tək evimdə söz-söhbət olmasın, tək ətrafda
dalaşqan, küsülü bir cütlük obrazı yaratmayaq. Və məsələləri göz yumur. Psixologiyada buna xalçanın altına süpürmə deyirlər. Xüsusən ailə danışmanlığında xalçanın altına süpürür məsələləri ki, ortaq təmiz görünsün. Amma təmiz deyil, bəli. O altı yığdıqlarımız, içimizə atdıqlarımız bir gün çox daha ifunətli şəkildə qabağımıza çıxır və biz artıq onu heç nəyini ört-basdır eləyə bilmirik və həmin vaxt məsələni düzəltmək də mümkün olmur. Artıq bütün limanları yandırmaq həddinə gətirib çıxardır. Ona görə də mən həmişə danışanlarıma da deyirəm, ailələrə həmişə seminarlarda məsləhətlərim olur ki, məsələni daima müzakirəyə çıxardın. Sizi narahat edən bir məsələ varsa, onu dərhal müzakirəyə çıxardın, gündəmə gətirin ki, bax bu məsələ, gəl oturaq danışaq. Bu məsələ mənim xoşuma gəlmir. Bu məsələ məni narahat edir. Və ya sənin bu münasibətin məndə bu hissləri oyadır ki, yəni sən artıq məni sevmirsən düşüncəsinə gətirir, çıxardır və ya məndən kişi deyə bilər, məndən istifadə edirsən düşüncəsinə gətirir, çıxardır və s. və s. Yəni açıq, örtülü bazar dostluğu pozar misalı kimi. Yəni açıq müzakirə olunsun və bütün narahatlıqlar müzakirə əsnasında həll olunsun. Ən azından həll olunmasa da Vüsalə xanım, qarşı tərəf bilir ki, artıq bunu narahat edən bir məsələ var və ikinci dəfə həmin səhvi etməməyə çalışar ki, yəni onu daha da qıcıqlandırmasın, onu daha da əsəbləşdirməsin. Buna görə də nə çox şişirtmə və nə çox göz yumaq, bu ikisi edilən xətadır. Nə etmək lazımdır? Müzakirə etmək, gündəmə gətirmək vaxtında. Daha sonra edilən xətalardan biri də ikinci xəta deyəlim, qarşı tərəfi ittiham etmək. Biz daima fikir verərsiniz yəqin ki, bütün boşanan cütlüklər, bütün dalaşanlar, ayrılanlar sorursaz nədir məsələ? Qarşı tərəf ittiham eləyir, qarşı tərəf buydu. Yəni heç bir nə bilim məsuliyyətini icra eləmirdi, vəzifələrini icra eləmirdi. Ən yaxşı halda bunları deyirlər. Keçmişdə və ya ən pis halda da qarşı tərəf ya narkoman idi, ya pis yolçusu idi deyirlər və s. və s. Yəni həmişə qarşı tərəfi günahlandırırıq. Yəni bu tamamilə yanlış bir yoldur. Çünki biz məsələni düzəltmək istəyiriksə, özümüzə baxmalıyıq. Mənim bu məsələdə payım nədir? Əlbəttə onun xətası var, o orada səhv şey elədi. O hərəkəti yanlış idi. Bu danmaq olmaz. Axı bəs burada mənim payım nə idi? Mən nəyə yol verdim, o hadisə gəlib ortaya çıxdı. Burada daima özünə yönəlmək, özünü düzəltməyə çalışmaq, özünə fokuslanmaq, öz səhvlərini görmək, bu daha qurucu yanaşmadır. Bu aradakı problemləri həll etmək üçün ən doğru yol budur. Sən zaten özünü düzəltməyə çalışdıqca qarşı tərəf sənin bu təşəbbüsünü görəcək, qarşı tərəf sənin bu əməyini görüb dəyərləndirəcək və o da öz payını bu münasibətdə dəyişməli olduğu nüansları görüb artıq ona uyğun davranmağa çalışacaq. Düzdür deyə bilərsə, elə adam var ki, onu görmür, elə adam var ki, biz əksəriyyətdən danışırıq. Əksəriyyət qarşı tərəfin özünü dəyişmə təşəbbüsünü, çabasını görürsə, mütləq ki, o da nəsə öz çərçivəsində nəsə etməyə çalışacaq. Daha başqa bir səhv nədir? Problemləri həll etməkdə dinləməmək. Ailələrdə ən böyük problemlər dinləməməkdən yaranır. Xüsusən də qadınların ən çox şikayət etdiyi məsələdir ki, mən, məsələn, yanıma gəlir xanım ailə problemi ilə, yoldaşının, məsələn, diqqətsizliyi ilə, evə baxmamağı ilə, nə ilə, məsələn, və ya valideyni ilə olan münasibəti ki, qaynana problemi gəlir ortaya. Bu məsələlərdə, məsələn, yoldaşına şikayət edəndə deyirəm, sən bu məsələləri yoldaşıma da demisənmi? Deyir, demişəm, amma qulaq asmır mənə. Deyirəm, heç bir xeyri yoxdur. Məni eşitmir, məni dinləmir.
Və məsələ burada nədir? Bəzən biz qarşı tərəfi dinləyirik və dinləmiş kimi göstəririk. Halbuki biz ona beynimizdə adekvat cavablar axtarırıq. Onu dinləyərkən mən ona necə cavab verə bilərəm? Onun sözü ilə onu necə sustura bilərəm? Bu yanaşma ilə əksərən mübahisələrdə və ya müzakirələrdə qarşı tərəf onu elə dinləyir. Yəni mən dinləyirəm, ona necə cavab verim? Beynimdə artıq onun üçün cavablar hazırlayıram. Və bu da heç vaxt qurucu yanaşma deyil. Mən əgər düzəltmək istəyirəmsə, məqsədim ailəmi qorumaq və münasibəti düzəltməkdirsə, mən onu dinləyərkən həqiqətən dinləməliyəm. Mən öz düşüncəmi, öz subyektiv fikrimi, öz rəyimi, öz qılıncımı, qalxanımı kənara qoymalıyam. Mən onunla tərk silah olaraq dinləməliyəm onu. Yəni silahlarımı həqiqətən kənara qoymalıyam və onu dinləmək üçün dinləyim. Ona cavab qaytarmaq üçün yox. Onu anlamaq üçün dinləyim. İnanın buna təşəbbüs göstərsə, bir cəhd eləsə, o dinlənildiyini hiss edən, anlaşıldığını hiss eləyən qadın üçün və ya bu kişi də ola bilər, artıq məsələnin 50%, 60% çözülmüş olur, həll olunmuş olur. İki şəxsin arasında artıq. İki şəxs arasında artıq problemin 60% həll olunmuş sayılır. Hələ problem məsələ, yəni problemdə deyil də, bir-birini anlamamaqdadır, dinləməməkdədir. Ona görə də bu da edilən xətalardan biridir. Dördüncü xətaya toxunsaq, mübahisə ilə düzəltməyə çalışmaq. Adətən ailələrdə nədir məsələ? Problemi mübahisə eləyirlər. Yəni daima mübahisə özü pis bir şey deyil özlüyündə. Yəni necə pis bir şey deyil? Yəni müzakirə ilə biz söhbətlə, aram yolla məsələni həll edə bilmiriksə, mübahisə özü də bir çıxış yoludur, bir ünsiyyət vasitəsidir. Qeyri-sağlam olsa da bir ünsiyyət vasitəsidir. Nəinki susmaq və bütün bağları qırmaq. Deyir, qadın susarsa artıq demək olar ki, ölmüsən onun üçün və beynində bütün münasibətlə bağlı hər şeyi sildi, bitirib. Ona görə də əslində mübahisə etmək bu deməkdir ki, yəni hələ də nəsə cəhd eləyir, səy göstərir qurtarmaq üçün, münasibəti qurtarmaq üçün. Bu hər iki tərəfə aiddir. Yəni ona görə də mübahisə tam da pis bir şey deyil, amma hər şeyi mübahisə ilə həll etməyə çalışmaq, daima mübahisə etmək və mübahisədə etik normalara riayət etməmək, təhqir etmək, tənqid və təhqir etmək və xüsusən də qarşı tərəfin şəxsiyyətinə yönəlik alçaldıcı sözlər demək və ya onun ailəsinə, anasını, atasını təhqir etmək, bu kimi məsələlər mübahisədə artıq iki tərəf arasında böyük bir uçurum yaradır və deyir, dil yarası sağalar, qılınc yarası sağalar, söz yarası sağalmaz. Yəni həqiqətən də söz olaraq verdiyimiz zərbələr biz sabah barışarkən belə o bizim şuurumuzda, şuur altımızda həmişə qalacaq və içimizdə bir aqressiya olaraq üzə çıxa bilər. Ona görə də dalaşarkən, mübahisə edərkən etik normalara fikir vermək, şəxsiyyətə yönəlik alçaldıcı, təhqir edici sözlərdən istifadə etməmək, sadəcə problemi müzakirə etmək, problemə fokuslanmaq bu çox önəmlidir. Daha bir məsələyə toxunsaq, Müsalə xanım, bir də problemi bəzən də həll edərkən, xüsusən də xanımlarda bu hallar var ki, küsmək, incimək və bəzən küsürlər, kişinin xəbəri də olmur nədən küsülür. Kişinin xəbəri olmur ki, qadın nədən küsür, nədən inciyir. Deyəndə ki, niyə demirsən xanıma? Xanım deyir ki, özü başa düşməli idi. Burada mən o orada səhv edeyim. Bu ciddi mənada problem yaradır ailədə. Çünki kişi qadın kimi düşünmür, kişi dümdüz düşünür. Yəni deməli, mən bu hərəkət istəmirsə, desin də mənə, mən bunu eləməyib. Yəni
qadın da düşünür ki, o özü düşünməlidir. Məsələn, hədiyyə gözləyir, il dönümüdür. Xüsusən də xanımlarda bu çox ciddi bir takıntı halına alıb ki, il dönümüdür, məsələn, evlilik il dönümüdür. Kişinin başı qarışıb, işdir, yadından çıxa bilər. Ümumiyyətlə diqqətli adam olmaya bilər. Xasiyyəti belədir də nəzərə almaq lazımdır. Xasiyyət çox önəmlidir. Yəni bu belə adam deyil. Və sən ondan daima 1 il, 2 il, 3 il hər dəfə bu unudursa, hər dəfə küsmək, hər dəfə incimək bu artıq effektiv bir vasitə deyildir. Deməli, sən onu 2-3 gün qabaq, bir həftə qabaq xatırlatma etməlisən ki, bizim il dönümümüzdür, nə planlar eləyə bilərik, birlikdə plan qurmağa çalışmaq. Biz necə həll metodları ürətmək lazımdır. Yəni yaratmaq lazımdır. Qırıb tökmək, dağıtmaq, küsmək, incimək bu biraz uşaq metodlarıdır. Yəni yetkin bir yanaşma deyil. Münasibətdə yetkin yanaşma istəyirsənsə, istəyivi, gözləntivi bildir qarşı tərəf ki, mən səndən məsələn bir hədiyyə gözləyirəm bu günlərdə, xüsusi günlərdə və hədiyyəyə imkanın çatmırsa, nəsə bir başqa bir jestlə, bir şeylə məni sevindir həmin gün. Bu mənim üçün çox dəyərlidir. Bu mənim üçün, bu mənim sənə olan münasibətim üçün, bu bizim evliliyimiz üçün, bu bizim münasibətimiz üçün mən çox dəyər verirəm belə şeyə. Və bu şeyləri məsələn kişiyə açıq şəkildə etiraf etmək, bildirmək, gözləntivi demək, bu daha yaxşı metoddur ki, əksər kişilər də bu metodu dəyərləndirirlər və artıq başa düşməyə başlayır ki, hə, mənim üçün bu adi bir gün adi bir gün yox. Mən onu qədər özən göstərməyə bilərəm bu kimi hadisələrə, bu kimi xüsusi günlərə. Onun üçün çox xüsusidir, onun üçün çox mühümdür. Və artıq bu da qarşı tərəfdə ona uyğun hərəkət etməyə başlayacaq. Və arada küsünlüklər azalmış olar, problemlər də azalmış olacaq. Pərvin xanım, burada demək olar ki, məsələn ki, həmin xanım ki, biz dedik ki, axı o gözləyir, siz də vurğuladınız ki, öncədən o həyat yoldaşına desə və bu problemlər belə deyil, ortaya çıxmaz. Amma bəzən nədənsə qadınlar özümüz də içərilərinə daxilimiz sanki sürprizləri gözləyirik. Amma sürprizləri vədə verənin biz əgər öncədən desək ki, mən filan vaxtda filan şey gözləyirəm, o sürpriz olmur. Əlbəttə o da olmur. Biz Ayxan bayaq birinci bənddə ilə bildirdiyim məsələ var idi ki, olduğu kimi qəbul etmək. Biz qarşı tərəfi xəyalımızdakı adam deyil. Yəni biz xəyalımızda ola bilər çox romantik, çox sürprizli bir adam istəyirik. Gerçəkdə ola bilər bu əvvəl də belə olub, əksərən də belə olur. Nişanlılıq dövründə, sevgililik dövründə belə olub. Sonra ailə qurduqdan sonra dəyişir. Və bu da kişinin xətası da var əlbəttə. Amma kişinin xətasını düzəltmək üçün mən də bir xəta etməli deyiləm. Burada mənim məsələm onu qəbullanmaq ki, bu artıq belədir. Mən ondan sürpriz gözlədikcə daha da depressiyaya düşürəm, o sürpriz eləmir və münasibətlərimiz daha da korlanır. Ondan sonra gəl birlikdə planlayaq. Məsələn, bir günlük gedək Şamaxıya, bir günlük gedək hansısa bir piknikə, adi bir parka, nə isə bir şeyi qeyd edək də. Yəni o özü buna təşəbbüs göstərmirsə, gəl birlikdə. Yəni burada gözləntiləri aşağı salmaq, yəni reallaşdırmaq, daha doğrusu reallığa uyğunlaşdırmaq çox mühümdür ki, yəni mənim problemlərim əslində, yəni beynimdə qurduğum, xəyalımda qurduğum adamla real adam arasındakı uyğunsuzluqdan yaranır çox vaxt. Pərvin xanım, ümumilikdə vurğuladığınız hər bir kəlmənin necə deyək, alt hissəsinə gərək qalın yazan bir qələmlə möhkəm xətlər çəkək ki, həqiqətən də sanki bunlar belə bizlərə bir düstur kimidir. Demək ki, xanımlar fikirlərində canlandırdıqları həyat yoldaşlarını, həyatda olan, belə deyək də, onların yanında daim olan yoldaşlarından fərq qoyurlar. Bunu ən aşağı dərəcəyə salmaq üçün mütləq biz realda olan,
nədirsə onu qəbul etməliyik. Qəbul etməliyik. Burada Vüsalə xanım bir şey nüansı da toxunum. Əgər vaxtımız varsa. Buyurun. Bəzən də bu problemlərin qaynağı elə buradan qaynaqlanır. Görür xəyalında, seriallarda, bir dostlarında, nə bilim, rəfiqələrində gördüyü həyatla onun həyatı uyğunlaşmayanda artıq başqa yollara əl atır xanımlar və ya bəylər də deyə bilərik. Burada təkcə bir cinsə də fokuslanmaq istəmirəm. Hər iki cinsdə olur bu. Yəni gerçək yanındakı adamı qəbul etmir. Çünki xəyalında istədiyi adam o deyil və boşanmağa əl atır. Boşanır, başqa biri ilə münasibəti davam etdirir və yeni cəhd edir ki, mən yeni ailəm xəyalımdakı adam olacaq. Amma inandırım sizi, ikinci, üçüncü dəfə evlənib boşanan daha çox olur ki, nəinki birinci dəfə. Çünki artıq bizim həmişə xəyalımızda olan adamla reallıqda müəyyən bir disbalans olacaq. Yəni həmişə uyğunsuzluq nəsə tapacağıq. Ona görə də biz %100 idealımızdakı, xəyalımızdakı adamı deyil, gerçək adamı qəbul eləyib onun müsbətlərinə fokuslanıb, onunla bir yolu, bir ömrü necə paylaşarıq, ona fokuslansaq, o yolda nələrisə düzəltməyə çalışsaq, bu daha bizim xoşbəxtliyimizə və rifahımıza gətirib çıxardar. Nəinki daima xəyallarımızdakı birini axtarmaq çabası ilə müxtəlif münasibətlərə girmək, bir neçə dəfə evlənib cəhd etmək, bu tamamilə əslində, yəni yanlış, insanın özünü də yıpradır, tükədir və bu, yəni xoşbəxtlik burada deyil. Xoşbəxtlik xəyalındakı obrazı, yəni xəyalınla reallığı uyğunlaşdırmadır. Nəinki xəyalının arxasıca getmək. Həqiqətən də Pərvin xanım bugünkü veriliş deyərdik ki, izləyicilərimizin marağına səbəb olacaq bir veriliş oldu. Sizlərə dərin təşəkkürümüzü bildiririk və bu elm yolundakı addımlayırsınız. Həqiqətən də Allah sizə istədiyiniz və addımlamağa doğru olduğunuz o yolda müvəffəq eləsin inşallah. Bir daha təşəkkür edirik. Çox sağ olun. Mən də təşəkkür edirəm dəvətiniz üçün, belə gözəl mövzulara yer verdiyiniz üçün. İnşallah ki, faydalı olacaq. Təşəkkür edirəm. İnşallah. Bəli, əziz izləyicilər, nəhayət ki, verilişimizin sonuna gəldik. Sonda isə elə qonağımızın dediyi dillə deyəcəyik. Çalışaq ki, fikrimizdə, zehnimizdə kimləri ki formalaşdırırıq, həyatdakı olandan, realla balansları eyni səviyyəyə salaq. Nəinki fikrimizdəki olanı həyatımıza köçürdək. Həyatda realda olanımız necədirsə, qısası deyək, yoldaşlarımızın səhvləri ilə və düzləri ilə onların yanında olmağı və onlarla birlikdə addımlamağı öyrənək. Və əlbəttə ki, bu işin professionallarının belə deyək də toxunuşları ilə başa gələn əgər bir iş olarsa belə mütləq müraciət edək. Müraciət eləyəcəyimiz professional, belə deyək, ailə danışmanlarına və yaxud da ki, ilahiyyatçılara və verilişimizin qonağının təqdim elədiyimiz zaman necə təqdim elədik? Yazıcı, ilahiyyatçı və ailə danışmanına mütləq müraciət edin. Verilişimizin qonağı Pərvin Nəsirsoyudur. Sağ olun, salamat qalın. Allah amanında.